İndi baxıram, Səidə Bəkir qızını elə qəşəng xərcləyirsiniz. Heç belə o məbləğdə qəpik də yoxdur, ha, bax elə xərcləyirsiniz. Bu qız biz tanıyandan ancaq el üçün ağladı, el üçün yandı. Ancaq bizə ziyanlı insanların əleyhinə danışdı. Evi tikilməyənin damı oldu, toy olmayanın xonsası oldu, sünəti olmayanın dəlləyi oldu. Amma sizə yaranan var. Kimisə zərər çəkmişin yerinə danışdı, çoxluq olduğunuz hücum elədiniz. İndi mənə də hücum eləyəsiniz, mən bilirəm. Mən Səidəni şəxsən tanımıram. Heç nə mənim xeyrimə danışıb, nə şərimə danışıb. Amma kör deyiləm. Kimsə kördürsə, bu da mənim günahım deyil. O qızı xərclədiniz, özdə heç məbləği olmayan, rəqəmi təsdiqlənməyən qəpik qiymət. O qızı xərclədiniz, heyf elədiniz. Belə cəmiyyətdə sonucu düz deyənlər də yoxa çıxardın, yaltaqlara eşq olsun.